Salam əziz müəllimlər, bugün sizinlə mətbəxdə qab-qacağın və onlara necə qulluq olunması barəsində öyrənəcəyik müəllimlər. Gəlin keçək mövzumuza. Kulinariya qidanın hazırlanma mədəniyyətidir. Bəli, qidalanma haqqında, qida haqqında bir elmdir. Və kulinariya ilə testləri də qısa formada bu şəkildə düşür ki, kulinariya nədir? Kulinariya qidanın hazırlanma mədəniyyətidir. Mətbəxdə qidanın hazırlanması üçün xüsusi avadanlıq və mebellə təchiz edilmiş məkandır. Mətbəx bəlli testlərdə də bu şəkildə düşür ki, mətbəx haradır? Əlbəttə ki, mətbəx qidanın hazırlanması üçün xüsusi avadanlığı və eyni zamanda mebellə təchiz edilmiş bir məkandır. Müasir mətbəxdə piltə, qaz piltələri, daha sonra qablar yumaq üçün çanaq, iş masası və soyuducu və digər deməli bizə lazım olan qab-qacaq və həmin qab-qacağı işlətmək üçün quru ərzaqları, növləri və saxlanması üçün şkaflar olur. Bəli, bu haqda məlumatımız var. Bu cür avadanlıqların olması vacibdir və həmçinin bizim işimiz asanlaşır. Mətbəxdə ərzaqların kulinar emalından əvvəl onun qidanın hazırlanıb, yəni masaya verilməsi üçün müxtəlif qab-qacaq lazımdır, çeşidli qab-qacaq və bu qab-qacaqlar demək, material olaraq bu qab-qacaqlar metaldan, keramika, şüşə və plastik kütlədən hazırlanır. Elə testlərdə də bu şəkildə düşür ki, həmin mətbəxdə istifadə etdiyimiz qab-qacaqlar hansı materialdan hazırlanır? Təbii ki, götürəcək şüşə, keramika, metal və bizim üçün zərərsiz olan plastik kütlədən hazırlanır. Elə şəkil 1-ə baxsanız, bütün mətbəxdə istifadə olunan avadanlıqlar burada göstərilib. Şəkillərə də özünüz nəzər yetirərsiniz. Qab-qacağa dedik ki, müəyyən qulluq lazımdır. Bunlar hansılardır? Bizim sağlamlığımız üçün əsas demək, vacib amillərdən biridir. Qab-qacaqda müəyyən demək, şərtlər var ki, onları doğru dəyərləndirmək lazımdır. Bizim sağlamlığımız mətbəxdə istifadə etdiyimiz qab-qacağın təmizliyindən asılıdır. Bəli, elə testlərdə bu şəkildə düşsə ki, bizim sağlamlığımız mətbəxdə nədən asılıdır? Təbii ki, istifadə etdiyimiz qab-qacağın təmizliyindən asılıdır. İstifadə edilmiş qab-qacağı dərhal yumaq lazımdır. Bəli, dibi yanmış qab-qacağı isə əvvəlcədən onları ıslığa qoymalıyıq ki, daha asan tez təmizlənsin. Ona görə bu hissələrə diqqət edin. Demək, biz qab-qacağı dərhal istifadə etdikdən sonra onu yumaq lazımdır və dibi yanmış, bərkib qalmış tavalar isə əvvəlcədən ıslağa qoymaq mütləq lazımdır. Daha sonra davam edək müəllimlər. Yuyulacaq qab-qacağı adətən növlərə ayrılır. Bəli. Bu nə üçün vacibdir? İndi birazdan aydınlıq gətirəcəyik. Yəni, biz onu növlərə ayırarkən hansı növlərə ayırırıq? Çay dəsti, yemək dəsti, daha sonra yemək alətləri formasında ayırırıq. Bəzən olur ki, yağlı qabları biz çay dəsti ilə eyni bir yerdə yuya bilmərik. Çünki həmin qablar yağlana bilər. Ona görə biz mütləq yuymamışdan əvvəl yuyulacaq qab-qacağı növlərə ayırırıq. Yəni çay dəsti ayrı yuyulacaq, yemək dəsti başqa, yemək alətləri başqa. Yəni bu şəkildə. Daha sonra yuyulacaq qab-qacağı əvvəlcə qida qalıqlarından təmizləməliyik. Bəli, südlü və yumurtalı qabları əvvəl soyuq su ilə, sonra isə isti su ilə yuyulmalıdır. Bəli, testlərə də bu şəkildə düşür ki, südlü demək və yumurtalı qabları ilk öncə hansı su ilə yumalıyıq? Bəzən olur ki, müəllimlər səhv variantı götürür. Yəni, düşünürlər ki, onlar isti su ilə yuyulur, sonra isə soyuq su ilə. Təbii ki, yox. Niyə görə? Çünki ilk olaraq biz onları soyuq su ilə yumalıyıq. Niyə görə soyuq su ilə? Çünki müəllimlər, biz onu yuyanda, əgər isti su olarsa, həmin qabdan qoxu gələ bilər. Bilirik axı, isti və yumurtalı və südlü qablara isti su dəydikdə ilk öncə onlardan müəyyən qoxu gəlir. Xoşa gəlməz qoxu. Ona görə biz onları ilk olaraq soyuq su ilə, daha sonra isə isti su ilə yumalıyıq. Yəni bunu bu şəkildə yadınızda saxlayın. Daha sonra yuyulmuş qab-qacağı suyu süzülsün deyə hara qoymalıyıq? Təbii ki, onlar üçün ayrılmış xüsusi şkaf olur. Həm şkafa da qoya bilərik, həmçinin də mətbəx dəsmalı ilə silinir. Yəni, yuyulmuş qab-qacağı suyu süzülsün deyə onlar üçün ayrılmış xüsusi qurucu şkaflara qoya bilərik. Həmçinin də mətbəx dəsmalı ilə biz onu
silə bilər. Sanitar gigiyena qaydaları mütləq lazımdır. Üstəlik də təhlükəsizlik. Gəlin baxaq o hissələrə. Sanitar gigiyena qaydaları odur ki, işə başlamamışdan əvvəl önlük geyilməlidir. Bəli, başımızı bağlamalıyıq. Dırnaqları tutulu vəziyyətdə olmalıdır. Əllər sabunla yuyulmalıdır. Ərzaqları uyğun demək, doğrama taxtası üzərində doğrayın. Alətlərdən istifadə edərkən biz onu demək, tərəvəz və ət, ayrıca həmin onlar üçün ayrılmış bıçaqlardan istifadə etməliyik. Və iş masasının, mətbəxin təmizliyinə xüsusilə diqqət etməliyik. Bu da öz yeri. Bir də var ki, təhlükəsizlik qaydaları. Gəlin bunlarla tanış olaq. Elektrik plitələrinə və elektrik cihazlarına qoşulu qoymaq olmaz. Onların demək, izolyasiyasını demək, vaxtı-vaxtında yoxlamaq lazımdır ki, görək pozulmayıb ki. Və demək, cihazın şəbəkəyə qoşulması və söndürülməsi üçün yalnız quru əldən istifadə olunmalıdır. Bəli. Qızdırıcı cihazları alovdan qoruyun. Bəli. Alov deyəndə ki, yağ damcısı və şəkərdən. Ümumiyyətcə bunlar alov yaradır, yanğına səbəb olur bir növ. Ona görə bunlardan qorunmaq lazımdır. Ərzaqları deməli doğrama taxtası üzərində doğramaq lazımdır. Qaz sızmasına yol verməmək lazımdır və vaxtı-vaxtında odluğu yoxlamaq lazımdır. Bəli, xörək hazırlayarkən otağın havasını dəyişməliyik. Ərzaqları yalnız doğrama taxtası üzərində doğrayın. Bıçaqla işləyərkən sol əlin barmaqlarını elə tutun ki, dırnaqlar qabağa çıxmasın. Bəli, bıçaq kəsə bilər. Bıçaq və çəngəllə yalnız ehtiyatlı davranmaq lazımdır. Belə ki, bıçaq və çəngəli biz başqasına ötürən zaman dəstəyi irəli ötürməliyik. Əlimizdə tutan zaman isə bu kəsici alətləri tiyəsi, yəni onun kəsici tiyəsi aşağı olmaqla tutmaq lazımdır. İsti qab-qacağı əvvəlcə demək, plitələrin üstündən yalnız tutqacın köməyi ilə götürmək lazımdır. Daha sonra işi bitirdikdən sonra alətləri onlar üçün ayrılmış xüsusi demək, ayrılmış yerə qoymaq lazımdır. Belə müəllimlər, başqa belə bir şey qalmadı. Bütün xırdalığına kimi sizə izah verdim. Bu hissələrə diqqət edin. Şəkillərə də xüsusilə belə başqa bir şey qalmadı. Hər birinizə uğurlar, hələlik.